Bugünkü paylaşımımla ilgili birçok insan altına yazıp geri beyinli olanlar, bilgi sahibi olan bilgisizler, ama bilgisi yoktu da, yani ki elə zannedir ki çok şey bilir ama hiçbir şey bilmir. Qaçqın Günel'di bu yazıb. Qaçqın Günel. Bəli, əgər qaçqın deyirsinizsə, bəli, mən qaçqın Güneləm, amma məcburi köçmüşəm. Ağdamla qaçmaq deyil bu. Əgər bilmirsənsə, mən sənə anlatım. Ona görə də dedim ki, belə yazan, bilgisiz olan insanlara ifşa edəcəm, hamınızı paylaşıb ki, artıq mən yox, mənim kimi bir çox müğənni və ya da insanların artıq arxasınca danışmayıb öz həyatınızla maraqlanasınız deyə. Ya da ki sizi çağırsınlar polislərimiz, bir cəza yazsınlar, biz də rahatlaşaq, siz də rahatlaşın, ondan sonra artıq həddinizi bilmiş olarsınız deyə. Düşünürəm ki, bununla bağlı doğrudan da bizim polis əməkdaşlarımız və ya da gerçekten cəza üçün, yəni insanlara hakaret etmənin, mən sadəcə siz nədən belə şey oluram? Çünki məni hər iki ülkədə sevir və burada mən Azərbaycanca danışmağım və ya da türk kəlmələrindən istifadə eləməyim kimlərsə narahat eləyirsə, narahat ola bilərsiniz. İnsanlar insanları qəbul eləməlidir hər bir şəkildə. Onun yanlış bir hərəkət etdiyimi düşünmürəm ki, 30 ildir orada yaşayan bir insan olarak hal-hazırda Azərbaycan dilində danışıram. Mənim üçün də iki ülkəm var. Bunu idrak eləsəz çox sevinərəm. Ki bunu mən sevən insanlar zaten deyir ki, biz səni hər bir şəkildə sevirik. Əsas mən sənin sənətini sevirəm deyir. Bu mənim üçün önəmli olan budur. Yəni səsimi sevirsən. Bir de fake'den doğrudan da eləyən, fake'den yazan insanlar ne yazdığını unudur. Birinci gömür, sonra yazdığı şeyin başka biri bir şey yazır. Yazır ki o öyleydi, manipülasyon yapır ve böyle bir şey olur sanki. Ben bunu tanıyıram. Bu arada fake'lerin hamısıyla ilgili bir tane program çıkıp herkes herkesi ifşa edebilir. Bilir ki kim kimdi ve kim kime ne yazır. Ona göre dikkatli olun. Ben herkesi bilirəm və bunların hamısını teker yaxın bir tarixlərdə sizə bildirim ki, gəlsə, sizi çağırsalar ki, gəlin bir ifadə verin, onda gedib danışanda biləcəksiniz ki, kim kimə nə deyib və necə oldu. Ona görə həddinizi bilin, xahiş edirəm. Bir daha söylürəm ki, aynen şəkildə mən lovğalıq eləmirəm, çünki doğrunu söylədiyim üçün. Teşekkür edirəm.